Salam dostlar. Bugün sosial şəbəkələrdə qarşıma çıxdı, dəfələrlə qarşıma çıxdı. Gördüm yazıb qeyd eləyiblər ki, may ayının 10-u saat 13:00-da Azadlıq meydanında böyük üsyan mitinq olacaq. Təəccüblü gəldi mənə. Bunu görən hakimiyyət eləyir bu mitinqi, böyük üsyan mitinqini, yoxsa müxalifət eləyir. Bizdə müxalifət yoxdur. Elə bir böyük üsyan eləməyə müxalifət yoxdur. Olan müxalifətlərin də hamısı bizim hakimiyyətə satılmış müxalifətdir. Yəni bu normaldır. Artıq öz səhvlərini başa düşüblər. Hamısının demək olar ki, otağına girirsən, kabinetinə girirsən, başının üstündə Məmməd Əmin Rəsulzadə, amma Heydər Əliyevin pulundan özlərini kişi sayırlar. Yəni kişilənməkləri Heydər Əliyevin puludur. Amma başlarının üstündə Məmməd Əmin Rəsulzadənin xalqı bölürlər. Güya ki, Məmməd Əmin Rəsulzadənin bunlar davamçılarıdır və yaxud da Əbülfəz Elçibəyin bunlar davamçılarıdır və s. Bunlar bilmirlər ki, bu ölkəni bu günə qoyan, məhv eləyən, bu ölkəni dağıdan, parçalayan ilə Əbülfəz Elçibəy olubdur. İrəvanı satan Məmməd Əmin Rəsulzadə olub. Bunlar bunu bilmirlər, əlbəttə bilirlər. Bugün də Azərbaycanı bunların ümidinə qoysan, indi Azərbaycan çoxdan satmışdı müxalifət nümayəndələri. Bir şillə təpiyə öz dostunu satan müxalifət nümayəndəsinə nə deyəsən ki? Nəysə, bunlar əsas mövzu deyil. Yəni ki, biraz ağıllı olmaq lazımdır. Kimin arxasınca gedək? Yaxşı, ayın 10-da dediniz. Bunu kim deyilən? Hansı müxalifət nümayəndəsidir? Hansınızın dalına, hansınıza etibar eləyib də sizin arxanıza getmək olar? O mümkün deyil. Ona görə də bizim gənclərimiz ağıllı olmalıdır və təvəzzökar olmalıdır və belə şeylərə inanmamalıdır. Amma o ki qaldı, ölkədə problemlər çoxdur. Bu problemin həlli üçün hara deysəniz gələrəm. Hara deysəniz, nə istəsəniz eləyərəm. Və xalq da eləyər. Amma bu problemlərin həlli üçün biz mitinglər keçirməliyik. Yoxsa nəyə gedək? Yaxşı, kimin dalına gedək? Kimin arxasınca gedək? Nədir? Cəmaatı döydürməyə gedək, yoxsa təhqir elətdirməyə gedək? Xalqla polisi üz-üzə qoymağa biz mitingə gedək. Heç kimin də sözündən biz heç ara gedəsi deyilik və bu xalq da heç ara gedəsi deyil. Amma ölkədə çox güclü problemlər var və bu problemləri yaradanlar da məmurlardır və bunların da hamısını özləri özlərindən atır. Villalar tikdirirlər özlərinə, milyonlar qazanırlar, bizneslərini inkişaf elətdirirlər və adını da qoyurlar ki, qardaş, bizi bura təyin eləyən Mehriban Əliyevadır. Mehriban Əliyevanı Heydər Əliyev fonduna köçürürük. Bax, ölkədə problem budur. Bunları demək lazımdır. Bugün demək olar ki, bu millətin qanı bahasına o yığılan pullar var. Baxırsan sosial şəbəkədə, deyirlər ki, biri gəlir, mən müğənniyəm, baxırsan Niqulə xanım, nə bilim Kəmalə xanım, 80 min bir ayda buna 80 mini kim verir? Bu haram pul yiyən məmurlar verirlər də. Ancaq bir qazinin evini düzəltdirməyə bunlarda pul tapılmır. Allah bunların ilə balalarını da həmin o qazinin gününə salsın. Bu tapılmır. Bunların da hamısı harınlamış məmurlardır. Qorxmayın, adını deyin ki, bax, bu məmur harınlayıb. Bu məmurun Allah evini yıxsın. Görün, indi onların birindən vergi alınır. Gör, nə qədər ölkədə köbələ kimi artıblar bu müğənnilər. Bunlara da kimdir daydaylıq eləyən? Televiziya kanalları. Zaur Baxşəliyev, o biri Zaur. Məsələn, Xoşqədəm, Lalə Azartaş düşübdür bir İslamdır, nədir onun dalından ki, bu uşaq bundan deyil. Bildik də Lalə, qutar da bu məsələni, bu söhbəti qutar da, amma qutarmaz. Bu xalqın mənəviyyatını körlüyüblər. Bu xalqın vicdanını körlüyüblər. Bu xalqın müxalifətlə iqtidarın birləşməsi nəticəsində ölkə bu günə qalıbdır. Müxalifətlə iqtidarın o pul bölgüsünə görə ölkə bu günə qalıbdır. Müxalifət bugün bu iqtidarın hesabına yağlanır deyərəm elə belə. Çünki bu müxalifətə bundan başqa heç bir yaraşmır. Çünki çıxırlar. Biri Peyğəmbərdən danışır, Qurani Kərimdən danışır. Dövlətin o qədər problemləri var ki, bunlardan danışır.
Bunlardan danışın. Hansı müxalifətdir? Biriniz gəlin, çıxın qarşıya, deyin ki, mən hansısa bir problemi həll eləmirəm. Heç bir problemi həll eləmirsiniz. Xalqı bölürsünüz. Xalq ayılmalıdır. Xalq sizdən canını qurtarmalıdır. Bugünkü gün müxalifətdə olan 60, 30, 40 neçə nəfərsinizsə, hamınız Əbülfəz İlki bəyi satan ünsürlərsiniz siz. İndi də gəlib xalqı nümayişə təbliğ edirsiniz. Siz özünüzü yaxşı göstərmək istəyirsiniz ki, biz olmasaq görürsün, xalq sizi parçalar, iqtidar. İqtidar bugün öz içindən öz-özünə parçalanır. Bugün iqtidarda bir nəfər aparıb cənab prezident vəzifəyə təyin eləyir, başlayır onun əleyhinə, prezidentin əleyhinə işləməyə. Öz şəxsi mənafəyi üçün işləməyə başlayır. Bu gözümüzün qabağındadır da. Bir ölkədəki alimə hörmət yoxdur. Bir ölkədəki ziyalıya hörmət yoxdur. Bir ölkədəki alim 5-6 yerdə işləyir, 1000 manat pul qazana bilmirsə, bir ölkədə dalını yekələdib Nigulya xanım, Kəmalə xanım adı ilə sosial şəbəkələrdə 80 min pul alırsa, bu ölkədə haqq ədalət yoxdur. Hani Kamran Əliyev? Hani Vilayət Eyvazov? Hani Ali Məhkəmənin sədri? Hani Apellyasiya Məhkəməsinin sədri? Hani məhkəmələr? Hani prezident administrasiyası? Budur Abu-Hava prezident administrasiyası. Görmürsünüz? Siz görmürsünüz? Əlbəttə görürsünüz. Alimlərin evini yıxmısınız. Alimlər evi deyilən bir şey yoxdur. Kitab yoxdur, dəftər yoxdur. Hamısını bunlar məhv edib. Evimizə gəlib daraşıblar. Bu Nigulyalar, bu Kemalələr, bu nə bilim vəfalar, bu nəfəslər, bu nə bilim türkanlar. Baxırsan hamısına, demirəm də başqa. Oturuşlar, bunların alt paltarı bu xalqın nəyinə lazımdır? Bunlar kimlə getdi, yatdı, bu xalqın nəyinə lazımdır? Bunların bir doğdu, nəyinə lazımdır bu xalqın? Çıxır utanmaz da. Mənim evladımın atası var, hacıdır. Allah sənin evini yıxsın. Sən orada danışırsan, cəmaatın evinə gəlib girirsən sən. Sən bilmirsən, cəmaatı körləmişsiniz. Bunun haqqında danışan yoxdur. Bu böyük bir bəladır. Bu bəladan biz qurtarmalıyıq. Bu vicdansız telekanallar var ki, hansı ki bunları çəkirlər, göstərirlər özləri üçün, öz şərəfləri üçün. Bugün baxın, hamısının milyardları var. Nəyə görə? Bir uşağı çıxardırlar oraya. Bunun problemi belədir, orada ağlaşdı, bu belə getdi, o birisi belə gəldi. Bəstirin də. Bəstirin bu Ali Başkomandanın başına nə oyun qaldı siz asmam? Prezidenti elə eləmişsiniz ki, prezident, mən bilmirəm bu ölkənin prezidenti var ya yox. Mən bilmirəm. Bu ölkənin prezidenti gərək sizin o villalarınız var, 80 minə, 100 minə villa alırsınız, 200 minə, 300 minə. Bax, o villaları dağıtmaq lazım idi. Bax. Amma sadə insanların evini dağıtmaq asandır. Amma onları yox. Onları vergiyə cəlb eləmək lazımdır. Hardadır Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli? Hardasan sən? Cəlb elə də. Amma yep bir lalı, karı, cinayət məsuliyyətinə inzibati cərimə eləmək, bilirsiniz, bunu hamı eləyə bilər. Sən şərəfin olsun, ləyaqətin olsun, namusun olsun, inzibati xətalar məcəlləsi çıxardırsan ortalığa. Gəl bunlara çıxart da. Əxlaqsız yuva tapqıyla get orada vergilərini nə qədər istəyirsən vergi məcəlləsinə orada tətbiq elə, orada protokol yaz da. Ay Orxan Nəzərli. Ayaqqabının biri o köşkün 3 dənə köşk alır. Sən bir ayaqqabın. Orada nə mal var ki, sən bir lalı, karı bayram qabağı sən orada demək olar ki, ağladırsan. Onu cərməliyirsən. Ayıbdır bunlar. Və budur bizim mentalitetimiz budur. Amma bir Nigulya xanımı cərmələmək olmaz. O 80 min də ala bilər. Kəmalə xanımı cərmələmək olmaz. Vəfanı cərmələmək. Onların dalında hansısa məmur durur. O məmurun Allah evini yıxsın ki, onların dalında durur. Allah çırağını söndürsün ki, onların dalında durur. Bir nəfər oxutsa, bir şəhid ailəsinə kömək eləyə bilər olar, eləməz. Çünki onların şərəfi yoxdur, onların ləyaqəti yoxdur. Onların şərəfi Nigulyanın şərəfi. Onun arvadının şərəfi Nigulyanın şərəfi. Eyni şeydir. Ona görə də onlar ona necə deyərlər, sahib çıxırlar da. Amma bir şəhid ailəsinə sahib çıxa bilməzlər bunlar. Bu cür problemlər var. Əgər bu cür problemləri işıqlandırmaq olarsa, mayın onu da çıxaram, 11-i də çıxaram, 12-si də çıxaram. Yox, siz orada spekulyasiya eləyəcəksiniz, mayın onda xalqı tökəcəksiniz ki, gəlin burada nümayiş elətdirək. Ayıbdır sizə. Ayıbdır.
Yəni bu cür Türkiyənin başına gətirilən oyunları, Gürcüstanın başına gətirilən oyunları indi siz Azərbaycanın başına gətirmək istəyirsiniz. İndi hansı səbəbdən? Nə səbəbdən? Bu ölkənin rəhbəri necə ola bilər ki, bu ölkənin rəhbəri 44 gündə Dağlıq Qarabağı aldı, bizə verdi. Oranın abadlaşdırılmasına aparır. Nə bilim, nələr eləyir. Ölkədə problemlər çoxdur. Eləyir, o başqa şeydir. Amma bu problemlər biz kömək eləməliyik. Hansı formada kömək eləməliyik? Səhiyyə batır. Bundan görəsən, prezidentin xəbəri var, yox. Gedib deməzlər də ki, sənin səhiyyən yoxdur, sənin səhiyyən məhv olubdur, sənin səhiyyən batıb. Gərək bu institutları sən təbibdən ayırmayaydın. Ayırdığın gün, səhərsi bu səhiyyə onların hamısını batırdı. Bu Teymur Musayevin də ağzının kəsəri yoxdur. O bir nazir kimi bu adamın ağzının kəsəri yoxdur. Oranı idarə eləyir, bir dənə uşağa veribdi, aparat rəhbəri. Tural Babayev də qəsdən. Baxarsınız, səhər bir gün Tural Babayev Teymur Musayevi tutturacaqdı. Çünki bu qədər yeyinti olmaz, bu qədər xalqı incitmək olmaz, bu qədər həkimləri incitmək olmaz, bu qədər institutların üzərinə getmək olmaz, Səhiyyə Nazirliyinin tərkibində olan institutları. Bunların hamısını bu eləyir. Və bunun da arxasında sizi istəməyən qüvvələr var. Onlar bugün Tural Babayevi idarə eləyirlər ki, get, qoy bu çıxsın burada, yerinə özümüzünkünü soxaq, öz adamımızı soxaq. Bugün təhsilimizdə görürsünüzmü? Sağ olsun Təhsil Naziri. O olmasa bugün 15 ildir Təhsil Naziri işləyən bizim Misir Mərdanovun zibillərini hələ qutara bilmirik. Hələ qutara bilmir, qardaş. O saxta diplomu da Misir Mərdanov verir. Saxta köçürmələri də Misir Mərdanov eləyir. Orada olan bütün qanunsuzluqları da Misir Mərdanov eləyir. 15 ildən sonra, 20 ildən sonra geçsə, yenə Misir Mərdanovun bu zibillərini oradan təmizləyə bilmirlər. Təmizləyə bilmirlər. Necə təmizləsinlər ki? Və hələ Misir Mərdanov utanmaz çıxıb deyir ki, bəs təhsil inkişaf eləmir. Sən eləmirsən də, nə eləmirsən? Təhsilin başına nə oynasmısansa, sən atmısan. Və belə bu cür problemlərimiz var. Bugün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xalqın başına itin oyununu açır. Bu xalqın hesabına, əvvəllər neft fondunun hesabına dövlət büdcəsi formalaşırdısa, indi aynanın hesabına, Yerüstü Nəqliyyat Agentliyinin hesabına, cərimələrin hesabına. Nəfəs alanda da qardaş, cərimə, bu qədər olmaz. Bu qədər olmaz. Yeni Azərbaycan Partiyasının icraçı direktoru hara, icraçı sədri hara baxır, mən başa düşə bilməm. Tarih bu da onun nə vecnədir ki, Mehriban Əliyevanı söysünlər, ya İlham Əliyevi söysünlər. O, oturubdur yerində. Bunların adamıdır. O, hansı ki, İlham Əliyevin əleyhinə gedən insanlar var. Onun adamıdır, o oturub orada. Yeni Azərbaycan Partiyası bugün yox dərəcəsindədir. İlham Əliyevin hakimiyyətinə görə Yeni Azərbaycan Partiyası bugün nəfəs alır. Yeni Azərbaycan Partiyası ümumiyyətcə bir dənə şəhidin nə qapısını açmaz, nə onun dərdindən maraqlanmaz, nə aktivlik eləməz. Biz görürük ki, məsəl üçün, Erdoğanın partiyası böyük bir aktivliklə özünü nümayiş elədir. Amma bizdə belə bir aktivlik yoxdur. Çünki icraçı direktora göstəriş verilib ki, sən sakitcə ol. Kimi öldürərlər, kimə söyərlər, kimi təhqir eləyərlər, sən otur pulunu al gələn, nəyinə lazımdır? Bu cürdür bizim Demokratik Azərbaycan. Çox təəssüflər olsun ki, bugün bunlarla barışmaq olmaz və biz barışmayacağıq. Biz irəli getməliyik. Biz bu ölkəni düzəltməliyik. Dağlıq Qarabağı İlham Əliyev aldısa, bu ölkənin içində daxili nizam-intizam qaydalarını da biz yaratmalıyıq. Biz